Deməli, biz dərəcəni keçən dəfə yoxladıq. Həm 16 kanallı, həm 24, həm də 48. Niyəsə bu kanallı cihaza durdun? Bu cihazın nə fərqi var idi digərlərindən? Həm aparatla yığdırmağa, yəni adapterlə yığdırmağa, yəni daşlanmağa, o, həm 24 kanallı. Ay, bax 24 daha yaxşı fərqi. eşitməyi. Hə, 24-ün fərqini necə bildin ki? Nə kimi fərqi Daha var? aydın eşidirdi, səslər daha təmiz eşidirdi. Aysa elə əsas ona görə fərqlənir. Yoxsa görüntü baxımından heç bir fərqi yoxdur. Gücü eynidir. Sadəcə kanal sayısı deyəndə əksər insanlar elə başa düşürlər ki, ağır dərəcə olanda yüksək kanallı götürmək lazımdır. Elə deyil. Kim ki keyfiyyətinə görə yüksək kanallı bəyənirsə, səs daha rahat, aydın eşidirsə, qərar ona görə verir. İndi hər iki qulaqda bu dəqiqə məni eyni eşidirsən? Bəli. Fərq yoxdur ki arasında. Bəs əlavə küy, xışıltı, belə bir şeylər yoxdur ki, rahat aydın eşitəcəm. Mən səndən bu dəqiqə çox yavaş danışıram. Səs tonu qane edir, hələ ki bu məsafədən qane edir. Amma biz əlavə bundan başqa 2 proqramda yazdıq ki, ehtiyac olarsa, məsələn kimsə çox uzaqdan danışırsa və ya çox yavaş danışırsa, o zaman səsini özünü avtomatik qaldıra bilərsən. O da rahat. Dediyim kimi vaxtaşırı qulağa daxil olan qulaq rezinlərini təmizləyirsən, təmiz saxlayırsan, onun yuma qaydasını izah edəcəm. Adaptasiya vaxtlarına diqqət edirsən, inşallah bir aydan sonra rahat bir şəkildə yuxudan durunan taxırsan, axşam yatana kimi saxlayırsan. Bəzən düşünürlər, aksesuarda sənə bağışladıq. Bunu qırmızını taxırıq sağ tərəfə, düzdürmü? İlk dəfə üçün mən taxıram, sonra artıq vərdiş edib özün taxacaqsın. Rezin tam oturdu qulağında. Da belə bir aksesuardır. Baxın, rəng də elədir ki, aparatın rəngi ümumiyyətlə saçdan da seçilmir. Burada da sanki saç teli kimidir. Bu da aksesuarımızdır. Aparat buradadır. Belə, vəssalam. Bu genəldir. Bunu qaldıram 2-yə. Bax, səsim artdı. Daha yaxşı. Proqramlarla da səs artımı. Onunla da həm belə qaldırasan, o bəs eləməsə keçirsən 2-ciyə. İndi laf çoxaldı bu şey belə. Bax, buna da özə bilmirəm. Bəs deyirəm də, bunu görsən elə bir aşağı. 3 dənə yazdım, buna bax. 3 də var. Buna bax hələ, bu laf çox olacaq. Danışın. İndi mənim səsim çox gəlir. Qaytar bir. Xeyirli olsun, həmişə şad xəbər eşidəsən. Nə olsa həmişə gələrsən, kömək eləyərik. İnşallah. Nə tövsiyə eləyərsən, bax qulağı zəif eşidənlərə. Qulağı zəif eşidənlərə bu son modeli almaq lazımdır, çünki bu çox yaxşıdır. Təmiz eşidirsən? Əla, xeyirli olsun.